Hicablı xanımlara cəmiyyətdə çox diqqət olunur. Problemlərdən biridir ki, hicablı xanımlar sosial şəbəkələrdə laiqli fəaliyyət göstərmirlər. Bir möminə xanıma, hicablı xanıma yaraşmayan istifadələr eləyirlər sosial şəbəkələrdə. Onları təqvalı olmağa dəvət edirik. Onları hicabın, hörmətin, izzətin qorumağa çağırırıq. Çünki hicablı xanımlara cəmiyyətdə çox diqqət olunur. Necə məsələn bir hacıya, Kərbəlayıya, möminə, namaz qılana daha çox diqqət var cəmiyyətdə. Hicablı xanımlar da daha çox məsuliyyət daşıyırlar bu məsələdə. Hicablı xanımın gedib toyda rəqs eləməsi, haram məclislərdə iştirak eləməsi, hicablı xanımlarda sosial şəbəkələrdə görsənən xoşagəlməz fəaliyyətlər insanın ürəyini ağrıdır.